Herkese salam. Bir hafta sonumu sizinle paylaşıram. Bol gezmeli bir hafta sonu olacaq. Bugün yoldaşım evde olduğu için səhər yeməni daha bir özenli hazırlayıram. Yumurtalarımı, çörəklərimi qızardıram. Oğlum üçün isə kifte eləyəcəm və axşamdan ıslatdığım noxudlarımı pişirirəm ki, biz yemeğimizi yiyip qutarana kadar o da pişmiş olsun. Burada artık günorta için aş, kompot ve oğluma kifte eləmişdim. Biraz yemişti, bu yediği hisseden kalanlardı. Akşama doğru ise Ömer'in nene ve babaları geldi. Apardık biraz Ömer'i parkta gezdirmeye. Hava küləydi, biraz soyuqluq var idi, ona göre çok da gezebilmedi. Biraz maşın sürdü, biraz yelənçəklərə mindi. Oğlum çok istedi dənizi görmək, amma hava küləkli idi deyə çox dəniz tərəfə gedə bilmədi. Burada ətrafda yelənçəklər və sürüşkən var idi. Biraz da burada vaxt keçirəndən sonra evə getdik. Eve geldik. Günorta pişirdim, kompotu qablarına yerləşdirdim. Bir çay dəmləyirəm ki, hava soyuq idi və bir isti çay içək. Artık səhəri gündür və yoldaşım dedi ki, gəlin mola gedək. Səhər yeməyini yedikdən sonra mətbəxi yığışdırdım, qabları yudım və çantaları rahatlayıram. Ömer'in çantasını axşamdan rahatlamışdım və öz çantamı isə boşaldıram və burada baxıram ki, bunları oğlum bura qoyub bilməlmi. Da fikir verirəm ki, çantamda ancaq dərman çıxır və son lazım olan əşyalarımı da çantama yerləşdirdikdən sonra mola doğru istiqamətlənirik. Gəldik çatdıq, bəxtimizdən hava çox qəşəng idi və molda da çox adam yox idi. Yeməyimizi yedik, bu mənzərəyə baxdıq, doğrudan çox xoşuma gəldi. Bizə də dəyişiklik oldu. Sonra oğlum dedi ki, mən qumda oynamalıyam və bu quma girmək istədi. Qiyməti 15 manat idi, amma limitsiz idi. Çok isterdim ki molun diğer mağazalarında gezeyim. Ama inanırsınız oğlum imkan vermedi ve
Ora bura çox qaçırdı, bizi çox yordu. Ancaq Zara'nın kids bölümündən baxa bildik. Axşama doğru molda sıxlıq artıq olmağa başladı və biz də artıq istədik ki, çıxaq və evə doğru artıq yollandıq. Ömərin istəyi ilə qatarla evə gedirik. Burada artıq qatara doğru istiqamətlənirik. Girməmiş marketdən də ehtiyaclarımızı aldıqdan sonra gəlirəm evə, günlük işlərimi görüb günü yekunlaşdırıram. Burada isə Zara'dan 2 kofta almışam. Birini Ömərə, birini özümə, onları göstərirəm. Özümü 13-14 yaşlı oğlan uşaqları bölməsindən aldım, amma əynimə tam razmer oldu. Qiymətləri də çox münasib idi, çox bəyəndim. Videom da bura qədərdir. Məni izləməyi, abunə olmağı, like etməyi unutmayın. Növbəti videoda görüşərik. Hələlik.